Səmin necəsən qardaşım? Nə var, nə yox? Nə edirsən? İşlərin necədir? Qardaşım, bu yeni idi. Allah'ın izniyle. İsmentalımız. Mən özümə 2 dənə heyvan saxlamışdım. Biri bu simental, biri də o qırmızı Holstein də. Bu indi sən bilirsən də maldan başın çıxır bu heyvandan. Redkadan tövləsində olur. Satışda ümumiyyətlə olmur. Prosta mən danaya keçirəm də, satmaq istəyirəm. Yəni ki, belə şey olsaydı, südlüyümün kraldır da bu. Südlükdə bunun o təbəs yoxdur. Çünki həm çox süd verir. İndiki durumda elə 32 litr verir. 4 ayda doğub. Həm də ki, yağlıdır südü. Bu da bu qırmızı Holstein'imizin düya balasıdır. Birdən düş aşağı gidiyorum. Düş. Ceylan. Düş. Böyüdü qardaşım. Deməli, avqustda 1 yaş oldu. Sentyabr, oktyabr, noyabr, dekabr, 1 il, 4 aylıqda əsl mayaya gedəndir. 380-400 olanda belə heyvanları mayalandırırsan da, bunun çəkisi var. Deməli, qardaşım, qiymət də ki, Allah'ın izniyle səni səslərim da inşallah. Mən avtovoyu satmaq istəyirəm də, bir satım vereyim, sonra pul xərclənsin. Avtovoyu satıb gedib dana almaq istəyirəm. Yəni, bu, Allah həmd olsun da, bu simentalda ki, indiki dövrdə 16-17, 6 ayda doğub. Doğanda 32-35 litr arası süd verir, bax qardaşım. Super heyvandır. İkisi də 3 qarın doğub. Bunu deyim ki, bu birinci qarın 2 bala verib. İkinci qarın 1 bala, üçüncü qarın da 2 bala məndədir o da. Bu, elə çox, Allah həmzən balaya yararlıdır. Həm də ki, Allah'ın izniyle südlüyə. Südü də ki, yağlı dediyim kimi.